Epilepsiya xəstələri əlbəttə ki, hamilə ola bilərlər, uşaq dünyaya gətirə bilərlər. Burada heç bir problem yoxdur. Sadəcə olaraq bəzi dərmanlar var, onlar hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Ona görə əgər bir qadın hamilə olmağı planlayırsa, mütləq hamilə qalmadan öncə həkimə müraciət, nevroloqa müraciət etməlidir. Çünki hamiləlik dövründə dərman dəyişikliyinə getmək çox çətindir. Nəyə görə çətindir? Məsələn, o dərman dəyişikliyinə getdiyimiz periodda xəstələrin bayılma riski artır, yerə yıxılma, yəni bir yerini zədələmə riski artır. Ona görə mütləq hamiləlik planlayan xanımlar epilepsiya xəstəsidirsə, hamiləlikdən öncə həkimə müraciət etməlidirlər. Hamiləliyin 1-ci ayında, 2-ci ayında və yaxud da ki, 2-ci həftəsində yaxınlaşıb mən hamiləyəm, məsələn, bu dərmanı qəbul edirəm, o doğru bir yanaşma deyildir. Bir də məsələn, hamiləliyi planlayan qadınlara mütləq məsləhət görürük ki, o dövrdən planlamağa başladığınızdan etibarən fol turşusu qəbuluna başlamaq lazımdır.